Müqəddəs kitabın təlimlərinə əməl etməyən kilsələr onun təfsirini təhrif edir və cismani olaraq gələn Allaha, ikinci gələn Xristosa iman etməyə mane olurlar. Müqəddəs kitabın yanlış təfsirinə nümunələrdən biri Vəhiy kitabının 1-ci fəslinin 7-ci ayəsidir. Həvari Yəhya peyğəmbərlik etdi ki, Məsih ikinci dəfə gələndə buludlarla gələcək və hər göz onu görəcək. Müəyyən edilmiş kilsələr, hər göz görəcək ifadəsi Məsihin cismani olaraq qayıtmasından çox, hər kəsin şahid ola biləcəyi fövqəltəbii hadisəyə işarə edir iddiası ilə təfsiri təhrif edirlər. Əgər onların təkidləri doğru olsaydı, onlar təkcə ikinci gələn Xristosu deyil, həm də ilk gələn İsanı inkar edərdilər. Bibliyadakı hər göz görəcək ifadəsi həqiqətən də bütün insanların fövqəltəbii bir hadisənin şahidi olacağı anlamına gəlirmi? İsa'nın ilk gəlişi və onun yerinə yetirilməsi ilə bağlı peyğəmbərliklər vasitəsilə qurulmuş kilsələrin iddialarının yalan olduğunu nümayiş etdirək. Rəbbin əzəməti aşkar olunacaq, bütün bəşər bunu birlikdə görəcək. Bütün insanların Allahın izzətini görəcəyinə dair peyğəmbərlik isə İsrailin Beytüllahin şəhərində anadan olanda yerinə yetdi. Qurulmuş kilsələrin təfsirinə görə 2000 il əvvəl cismani olaraq doğulan zaman bütün dünya Allahı görməli idi. Əslində, yalnız bir neçə Yəhudi cismani olaraq gələn Məsihin izzətini gördü. Müqəddəs kitabın peyğəmbərlikləri yanlışdırmı? Yoxsa İsa Xristos deyil? Əgər onlar müqəddəs kitabın peyğəmbərliklərini düzgün dərk etmədən onları zorla şərh etsələr, müqəddəs kitabı inkar edəcək və hətta Xristosu inkar edəcəklər. Müqəddəs kitab, müqəddəs ruhun təsiri altında olan adamlar tərəfindən yazılmış peyğəmbərliklər kitabıdır. Buna görə də, əgər biz peyğəmbərliklərə müqəddəs ruhun baxış bucağından deyil, sadəcə fanilərin baxış bucağından yanaşsaq, müqəddəs kitabın mənasını təhrif etmək riskimiz var. 2000 il əvvəl müqəddəs kitabı bildiklərini iddia edən din rəhbərləri cismani olaraq gələn Allahı çarmıxa çəkdilər. Bu ona görə idi ki, onlar müqəddəs kitabı öz başına təfsir edirdilər və onun mənasını təhrif edirdilər. Bu dövrdə də belədir. Qurulmuş kilsələr iddia edirlər ki, İsa cismani olaraq gələ bilməz, çünki yer üzündəki hər kəs onu görməlidir, lakin əslində onlar Bibliyanı təhrif edirlər. Allahın ilk gəlişində hər kəsin onun izzətini görəcəyinə dair peyğəmbərlik yer üzündəki bütün insanların buna şahid olacağını ifadə etmədiyi kimi, Vəhiy kitabının 1-ci fəslinin 7-ci ayəsindəki hər göz onu görəcək sözləri yer üzündəki hər kəsin onu görəcəyi anlamına gəlmir. Bu o deməkdir ki, o cismani olaraq gələcək ki, hər kəs onu görə bilsin. Yaradılışdan Vəhyə qədər müqəddəs kitab peyğəmbərlik edir ki, Allah bəşəriyyəti xilas etmək üçün ikinci dəfə bədəndə gələcək. Əgər biz müqəddəs kitabın onun bədəndə ikinci dəfə gələcəyinə dair peyğəmbərliyinə məhəl qoymasaq və müqəddəs kitabı öz başına təfsir etsək, Məsihin ilk gəlişində xilaskar kimi gələndə onu rədd edənlər kimi biz də məhv olmaq riskini daşıyırıq. Buna görə də İsa'nın cismani olaraq gələ bilməyəcəyini təkid etmək düzgün deyil, çünki hər göz onu görəcək.